Salam, hər vaxtınız xeyir olsun. Yeni bir ev çıxıb satışa Xırdalan şəhərində. 2-ci Milyonçular məhəlləsində şəxsi istifadə üçün tikilmiş, bağlı bağçalı, 4 otaq kupçalı, həm torpağın, həm evin kupçası var, mülkiyyət sənəddir. Bank rəsmi şəkildə kiməsə ipoteka ayırıbsa müraciət edə bilər, rahatlıqla ipoteka ayrılır bu evə. Çünki bütün standartlara belə deyək də uyğundur. Adətən banklar tələb edir ki, ev 3 sotda olsun, bu evdə 3 sotdadır. Demək, hasarla arası olsun, bu evin də hasarla arası var. Bir sözlə, yaxşı evdir, tikilib, köhnə də tikili evdir, yenidən təmir edilib, restavrasiya edilib, səliqəyə salınıb, satışa qoyulub. Yaxşı da qiymətə satılır. Cəmi 130 min manat qiymət təyin edilib, amma real alıcıya da yaxşı endirim ediləcək. Gəlsin, baxsın, bu almaq istəyən evi, almaq istəyən belə deyək də alıcı endirim ediləcək. Evin altında, yəqin görürsünüz, deməli, dərinlik var, bir adam hündürlüyündədir, bir adam boyudur, zirzəmisi. Sadəcə olaraq qapı balacadır. Artıq meyvə ağaçları da bar gətirib, yəqin görürsünüz. Yaxşı təklifdir. Xırdalanda belə evlər elə də çox çıxmır satışa. Adətən, çünki torpaq bahadır, böyük həyət baca ilə ev tikib satmaq olmur. Köhnədən də olan evləri demək olar heç kim satmır. İndi bu ev bir evdir ki, düşüb və öz alıcısını gözləyir, belə deyək. Asfalt küçə, yola yaxın, kürsülü, 4 otaq kupçalı. Daxil olaq evin içərisinə. Girişdən solda yataq otağının birincisi yerləşir. Ölçüdə yaxşıdır, rahatlıqla mebel yerləşib. Daha sonra ikinci yataq otağı, uşaq yataq otağı kimi nəzərdə tutulub. Burada mətbəxidir. Hündür yerdə bu ərazinin üstün cəhətlərindən biri də odur ki, hündür və quru ərazidir. Növbəti yataq otağı. Və sonda tanışılaq qonaq otağı ilə. Ətraflı bizim YouTube kanalımıza abunə ola bilərsiniz. Bizi Instagram və TikTok səhifələrimizdə izləyə bilərsiniz. Satışda əmlakınız varsa, bizə müraciət edə bilərsiniz. Ən qısa müddətdə satışına yardımcı ola bilərik. Bugünə bu qədər. Təşəkkürlər. Sağ olun.